Alyona Əliyeva haqqında hər kəsə qəsdən yayılan bir saxta məlumat var. O məlumatı da İlham Əliyev və ətrafı yayır. Hər kəs elə bilir ki, Alyona Əliyeva Rusiyalı biznesmen God Nisanovun qızıdır. Xeyr, bu yalan söhbətdir. Bu saxta məlumatdır. Alyona Əliyevanın God Nisanovla heç bir əlaqəsi yoxdur. Bu məlumatı dəqiqləşdirmək üçün biz İlqar Hacıyevdən də soruşa bilərik. Çünki İlqar Hacıyev həm də God Nisanovun ailəsini tanıyır. İlqar salam, xoş gördük. Mənim qısa və konkret bir sualım var. Balaca Heydər Əliyevin həyat yoldaşı Alyona Əliyeva God Nisanovun, yəni həmin o Rusiyada olan iş adamı God Nisanovun qızıdırmı? Deməli, Mehman, çox yaxşı bilirsən ki, mən God Nisanovu tək özünü yox, bütün nəslində, Allah rəhmət eləsin, dədəsindən tutmuş və God Nisanovun qızı kimdərdədir, kim qohumudur, kim əqrəbəsidir. Mən bir-iki dəfə blogerlər çıxıb məndən sual veriblər, mən demişəm ki, Mehman, bu qızı deyil. Ancaq mən demişəm ki, oxşarlığı var. Onu araşdırıb xalqımızın qabağına ortaya qoymalısan. Çünki sənin jurnalist borcundur. God Nisanovun Alyona adlı qızı yoxdur. 100% mən sənə əmin edirəm. Çünki mən God Nisanovun qızını da tanıyıram. Bəli, God Nisanovun Alyona adlı qızı yoxdur. İlham Əliyev sizə yalan danışıb. Mən hər zaman Alyona Əliyevanın bahalı sumkaları, bahalı geyimləri haqqında videolar çəkirəm və ondan soruşuram ki, ay Alyona xanım, siz bu 20.000 manatlıq sumkanı hansı pulla alıbsınız? Və bəzi qoyunlar girib şərhdə yazırdılar ki, ay Mehman, ay bu qız God Nisanovun biznesmen ailəsindən çıxıb, bu almasını kim alsın? Ay qoyunlar. Yenə deyirəm ki, Alyona Əliyeva God Nisanovun qızı deyil. Alyona Əliyeva məhz sənin və mənim pullar hesabına özünə bahalı geyimlər alır. Bax sən öz evinə çörək ala bilmirsən, öz uşağına pampers ala bilmirsən. Amma Alyona Əliyeva sənin pullarını oğurlayıb özünə 20-30 min manatlıq sumka alır. Mən görürəm, bilirəm. Artıq gözlər dikilib ora. Axı kimdir bu Alyona? Hardan çıxdı başımıza? Öyrənməyə hazırsınız? Alyona Ukraynanın gecə klublarında böyüyən bir qız idi. Əsl adı isə Alyona Gonçar Aleksandrovnadır. Bu qız Ukrayna vətəndaşıdır. Odessa şəhərindəndir. Bu isə onun universitet diplomudur. Adını görürsünüz, Alyona Gonçar Aleksandrovna. Onun pasportu da məndə var. Sadəcə paylaşmaq etik deyil. Əslində əlimdə çox şey var. Yenə deyirəm ki, paylaşmaq mənə görə etik deyil. Əlqərəz, buranı dəqiqləşdirdik. Alyona Gonçar Ukrayna vətəndaşıdır və Azərbaycan dilində bilmir. Azərbaycan dilində heç nə başa düşmür. Onu bizə ziyalı ailəsinin Kübar xanımı kimi təqdim etsələr də həqiqət başqadır. Mənim diqqət çəkmək istədiyim şey Alyonanın hələ məktəb vaxtlarından verdiyi hoqqalar, çəkdirdiyi şəkillər, qurduğu münasibətlər deyil.